Davam eləyək. 25-ci sualda aşağıda üzərində müəyyən ədədlər yazılmış 10 kart verilmişdir. Səlim verilən kartlardan 6-sını aşağıdakı kimi 2-2 qruplaşdırmışdır. Qruplaşdırdığı kartlarda yazılan ədədlər qarşılıqlı sadə olarsa, o həmin kartları mavi rəngə boyayır. Səlim yalnız 2 qrupu mavi rəngdə boyadığına görə sual işarəsində olan kartın yerinə neçə fərqli kart seçə bilər? Baxın uşaqlar, qarşılıqlı sadə olanları mavi rəngləyəcək. Baxıram 1 ilə 9 qarşılıqlı sadədir. 11 ilə 12 də mavidir. Deməli bu qarşılıqlı sadələri seçib. Geriyə 51 ilə 2 dənə mavi lazım idi. İkisini də seçmişik. Geriyə qalan sual işarəsi 51 ilə qarşılıqlı sadə olmamalıdır. Yəni 51 ilə ortaq bölən olmalıdır. Seçilənləri işarələyək. 1, 12, 11 və 51. Geriyə qalır 51 ilə 21-i yaza bilərəm. Çünki hər ikisi 3-ə bölünür. 18-i də yaza bilərəm. Bunlar da 3-ə bölünür. 34-ü də yaza bilərəm. Doqquzu seçmişdik. 34-ü də yaza bilərəm. Ancaq 19-u yaza bilmərəm. 19 bir dənə 19-a bölünür. 1-ə və 1-ə bölünür. 51 1-ə bölünür. Ancaq 19-a bölünmür. Yəni qarşılıqlı sadə deyillər. Qarşılıqlı sadədirlər. Bizə də lazımdır ki, qarşılıqlı sadə olmasın. 91 ilə də 51 yenə qarşılıqlı sadədir. Düzgün cavab olacaq 3 dənə. C variantı. 26-da sütunlu qrafikdə bir qutuda olan topların sayı verilmişdir. Bu qrafikdəki məlumatlar 10 bərabər hissəyə bölünmüş. Dairəvi diaqrama köçürüləcəkdir. 10 dənə bərabər hissəyə bölünür. Ümumi şar sayı nə qədərdir? 150, 60 da bu, 210, 90 da bu. Ümumi 300 şarım var. 10 dənə bərabər hissəyə bölünəcək. 10 dənə bərabər hissəyə 30-30 bölünəcək. 10 dənə elə bil hərəsində 30-30, hərəsində 30-30-dur. Buna görə dairəvi diaqramda mavi topların sayına uyğun hissələrin 150-dir. 150-ni bölərəm 30-a. Düzgün cavab olacaq 5. C variantı. 5 dənə mavi top var. Növbəti 27-də bir dəftərxana mağazasında 60 ədəd qırmızı qələm, 72 mavi qələm və 42 ədəd boş qutu var. Deməli 60 dənə qırmızı qələm var, 72 dənə mavi qələm var, 42 ədəd də boş qutu var. 42 dənə də boş qutu. Bu qələmlərin hamısı hər birində bərabər sayda və yalnız bir rəngdə qələm olmaqla ən çox 15 qələm tutan qutulara yerləşdirilərək satışa çıxarılır. Satışa çıxarılan dolu qələm qutularının sayı ən çox neçə olar? Bərabər bölünürsə, deməli bu ədəd 60-ın və 72-nin bölənləri olmalıdır. 61-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya, 10-a, 15-ə, 30-a və 60-a bölünür. 72 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür. Sonra 4-ə bölünür, 8-ə bölünür, 9-a bölünür. Sonra 18-ə bölünür, 24-ə bölünür, 36-ya bölünür və 72-yə bölünür. Ortaq olanlar, deməli 60-ı çıxdıq, 72-ni çıxdıq, 36-nı çıxdıq, 30-u çıxdıq, 24-ü çıxdıq, 15-i çıxdıq, 18-i çıxdıq, sonra 10-u çıxıram, 9-u çıxıram, 8-i çıxıram, 72 6-ya da bölünür. İndi baxıram. 60 dənədir. Hərəsini bir dənəsinə bölsəm burada 60 qutu eləyəcək. Bizim 42 qutumuz var axı. 1 olmaz. 2-yə bölsəm 62, 2-yə bölsəm 30 qutu burada. 72-ni 2-yə bölsəm 36, topladım 66 qutu olmaz. 3-ə bölsəm 63-ə böləndə 20, 72-ni 3-ə böləndə eləyəcək 24. Topladım 44, amma bizim neçə qutumuz var? 42. O da olmaz.
4'ə baxıram. 60'ı 4'ə böləndə 15. 72'ni 4'ə böləndə 18. Topladım. Bu da ödəmir. Bu artıq 15, 18, 33 qutu ola bilər. 6'ya bölsəm 12, biri də 10. Topladım 22 qutuda belədir. Ən çox 33 qutu ola bilər. Ən çox 33 qutu. Aşağıda 5 vur 8 ölçülü 2 eyni düzbucaqlı verilmişdir. Hər iki şəkildə rəngli hissələrə uyğun kəsirlər eyni olarsa, bu kəsir aşağıdakılardan hansılar ola bilər? Baxıram ki, birincidə indi bu şəkili yəqin ki, sonradan bu hissəni rəngləndirib bilirik yoxsa yox. Bu hissə biraz rənglənib. Rənglənibsə 1, 2, 3, 4, 5, 6. 6'nı vurduq 5'ə. 30. Deməli bu 40 dənəsindən 30'dan daha çoxdur. Çünki bu hissədə rənglənib deyil, 40 da 30'dan böyükdür. Bu hissədə isə 1, 2, 3, 3. Bu da 4 saysaq 32. 40'da 32. Ancaq bu tam rənglənməyib deyə 40'da 32'dən kiçikdir. Deməli sən elə bir ədəd seçməlisən ki, 40'da 30'dan böyük olsun. 40'da 30'dan böyük, 40'da 32'dən kiçik olsun. Məsələn, baxıram 40'da 31'i rahatlıqla seçə bilərəm. 10'da 9 eləyir 40'da 4'ə vuranda 36. Bu aralıqda deyil, bu olmaz. Sonra 50'də 39'u gəl indi 40'a çevirək. Bunların məxrəcdən eyniləsəm, bu olacaq 200'də 5'ə vurmuşam, 30'u da 5'ə vuraram 150. Bu da olacaq 200'də 5'ə vuranda 160. Arasında olur. İndi 50'də 39 eləyir 200'də 50'ni 4'ə vurmuşam, 39'u da 4'ə vuranda 30'u 4'ə 120, 36'da 156. Bu aralıqdadırmı? Bəli, 3 də olar. 1 və 3 düzgün cavab olacaq C variantı.